Biz burada S, P ve D elementlerini müəyyən eləyəcəyik. Mesela A variantına baxaq. A variantına X 24'tür. Bunun sonu 3D 5, 4S 1'dir. Elektron uçurumu var. Burada 3D 4S olanlar belə deyək də D elementləridir. A getdi 3'ə. Sonra gəldik B variantında Y16. Burada 3S2, 3P4 olacaq 16. Burada P elementidir bu. Deməli B getdi 2'yə. C variantına baxaq. Z11. Bunun sonu 3S1'dir. S ilə bitir. S elementidir. C getdi 1'ə. D də 26'dır. T 26. Burada da 3D6, 4S 2 ilə bitir deyirdik. Bu da 3D var burada. Biz buna D elementi deyirik. Y variantında da kalium 19 verib. Bu da 3S 4S 1 sonu S ilə bitir. Bu da getdi 1'ə. C, Y, B, A, D.